Hamıya salam. Bugün sizlə mən sevginin təmsilçisiyəm. Sizinlə bugün maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Amma bu mövzunu niyə görə danışmaq istəyirəm? Çünki mən güllərimi gördüm və bu gülləri gördükdən sonra dedim ki, bunu düzəldə-düzəldə sizlə bir danışım. Ağlıma gəldi ki, əslində həyatda gözəllikləri görəcək gözlərə sahibik. Sadəcə bəzən biz bunu seçməyə bilərik. Deməli, bu əlimdə gördüyünüz güllər mənə hədiyyədir və mən də bunu istədim ki, bunu bükə-bükə sizlə biraz söhbət edeyim. Ümumən, nəyə görə sevginin təmsilçisi? Ona görə ki, biz həyatımızda hər şeyi təmsil edə bilərik. Ailəmizdə övlad rolunda, evlilikdə həyat yoldaşı və yaxud da münasibətdə sevgili rolunda, dostluqda dost rolunda və s. Amma sevginin bir rolu var və sevgini təmsil edən insanların bir adı yoxdur. Mən də dedim, nəyə görə mən sevginin təmsilçisi olmayım? Axı, hər kəsin həyatda bir rolu və bir missiyası var və mən də insanlara öz çiçəklərini açmağı, dünyanı gözəlləşdirməyi və dünyanı gözəl görməyi təbliğ edə bilərəmsə, bu mənim əlimdən gəlirsə, mən bunu nəyə görə də eləməyim deyə bu səhifəni açdım. Bu kanalda sizi maraqlandıran suallar ətrafında danışacağıq, müzakirə edəcəyik və hər dəfə yeni fikirlər toplusu bizdə yaranacaq ki, beynimiz daha sonra bunu analiz və sintez edərək həyatımıza yön verməyə başlayacaq. Bu baxımdan da sizi Sevginin Təmsilçisi kanalına izləyici kimi gəlməyə dəvət edirəm. Şərh yazmaq, like etmək, təbii ki də bu sizin ən gözəl seçimlərinizdən biri ola bilər. Hətta siz həyatınızda özünüzü bir gül kimi təsəvvür etsəz, baxın, tək-tək güllər birləşəndə nə olur? Buket olur və siz hətta bu güllərinizi ətir də vurub, onları daha da rəngarəng və daha da ətirli edə bilərsiniz. Həyatda unutmayaq ki, hər birimizin həyatında gözəlliklər olur. Sadəcə biz müəyyən psixoloji vəziyyətlərimizə görə o gözəllikləri görməyə bilərik. Beynimizdə nəyi artırsaq, düşüncələrimizdə, hisslərimizdə və davranışlarımızda nəyi artırsaq, həyatımız da o dərəcədə, o istiqamətə artım göstərəcək. Bu baxımdan da pozitivliyi, optimistliyi, xeyirxahlığı, insanlara olan güvənimizi, etibarımızı, inamımızı, hər kəsə xoş niyyətlərlə yaxınlaşmağı, hər kəsin dualarında yer almaq, şükran etməyi bilmək, bax bunları edərək biz əslində öz həyatımızı da asanlaşdırmış olacaq. Çünki insan insana xidmət edir və dünyadakı hər şey insana xidmət edir. Bu baxımdan da arzum budur ki, sizin əgər gül bağçanız yoxdursa, əgər çiçəyiniz yoxdursa, üzülməyin. O çiçəkləri bir-bir götürüb özünüz yaradın. Daha sonra birləşdirib bir buket şəklində bir bütün olun. Və bunu istəsəniz kiməsə hədiyyə də verə bilərsiniz, yaxud da bu bütünlüyü görüb hər baxdığınız zaman özünüzə bənzədə bilərsiniz. Çünki biz sola da bilərik, çiçək də aça bilərik. Məsələn, mən bu gülü belə tutsam, nə baş verəcək? Siz artıq gülü görmürsünüz. Siz ancaq onun budaqlarını görürsünüz. Amma bu mənzərə sizə xoşdurmu? Düşünmürəm, düzdür? Amma bu mənzərə qarşısında hər bir insanın gözəl gözləri və gözəllikləri görmə imkanı olur. Bu baxımdan da həyatımızda hər zaman gözəl istiqamətlərə baxaq. Hər negativin içində bir pozitiv axtaraq. Daima özlərimizdə işləyək, daima insanlara fayda verək, daima özümüzü sevək. Ən önəmlisi, özümüzlə barışaq, xəstəliklərimizlə barışaq və insanların həyatında olan rolumuzu daha da möhkəmləndirək. Amma öncəliklə öz həyatımızdakı yerimizi bəlirləyək ki, başqalarının da həyatında öz yerlərini bəlirləməklərinə daha çox yardımcı olmuş olaraq. Bugünlük bu qədər. Sadəcə istədim ki, sizinlə qısaca da olsa bir səmimi söhbət edək. Düşünürəm ki, sizə faydası olacaq. Öz gül bağçanızı yaratmağa elə bugündən başlayın. Çünki siz buna qadirsiniz. Ola bilər ki, sizi çox sıxırlar, ola bilər çox baskı altındasınız. Amma bunların heç biri sizə əngəl olmasın. Bir şeyi nəfəs alacaq qədər çox istəyirsinizsə, bir yolunu taparsınız. Bu da bir alimin sözüydü. Alimin adını dəqiq bilmədiyimə görə haqqına girmək istəmirəm. Çünki bu həyatda ən böyük, belə deyək də, ən böyük yanlışlardan biri də başqalarının haqqına girməkdir. Gəlin biz bir-birimizə doğrunu öyrədək. Gəlin biz bir-birimizi doğru tərəfdən tanıyaq. Bu baxımdan da çalışaq ki, bir-birimizə xidmət etməyi unutmayaq və bir-birimizi düşünərək, özümüzü düşünərək həyata və insanlığa faydalı olaq.